Kişilər isə öz tərəfində çəkinirlər, düşünürlər ki, qadın məni başa düşməz, qəbul etməz. Əsas da bu, əgər mənim həyat yoldaşımdır, ona ümumiyyətlə bunları demək olmaz. Və bir də ki, düşünürlər hər iki tərəf birdən adiləşər və s. Mən seksolog kimi belə cavab verə bilərəm. İlk növbədə hər kəs üçün sərhədlər ona uyğundur. Yəni, kiminsə üçün ümumiyyətlə bütün eksperimentlər, hansısa yeniliklər, fərqli yataq, swingerlik, ya da ki, qrup seks, bu normal şeylərdir. Ya da ki, marağı çəkir və istəyir bunu sınamaq. Kimsə isə adi minnət ya da ki, anal seks qəbul etmir. Çünki bu ona görə yox ki, olmaz, birdən mənim haqqımda düşünər. Çünki kimsə iyrənir, kiminsə sağlamlıq problemləri var, ya da ki, öz sağlamlığını düşünür. Misal üçün, anal seks sağlamlıq üçün o qədər də müsbət təsir etmir. Və buna görə də ona bu qəbul olunmazdı.